Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Bu mərhələdə kənddə 10 ailə olmaqla 54 nəfər məskunlaşdırılıb. Həsənrizə yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib. Şəhidlərimiz Allah rəhmət eləsin, qazilərimizi sağlasın ki, bu günü bizə yaşatdılar. Biz də sevindik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, ordumuzu qorusun. Növbəti köç karvanları Ağdərə rayonunun Vəngli və Kolataq, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb. Sakinlərə açarlar təqdim olunub. ARB 24-ün xüsusi müxbirinin məlumatına görə bu köçlə Vəngliyə 124 və ya 482 nəfər, Kolatağa 33 ailə və ya 120 nəfər, Daşbulağa 34 ailə və ya 133 nəfər, Badaraya isə 28 ailənin və ya 220 nəfərin daimi qayıdışı təmin edilib.